Sizə Əli Haşim də bizim qonağımızdır. Allah'ın salamat eləsin. İnşallah sözü onu veririk. Peyğəmbərə salavat şeylər. Ya Allah, Allah İmam Hüseyin qatillərinə lənət eləsin. Allah sizlərə var eləsin. Hacı Şəhriyar, Allah sizin ömrünüzə bərəkət versin inşallah. Mən qısa bir fikirdim, inşallah bir İmam Hüseyin qəzəli səsləndirəcəm. Böyük məqamdır, mənim ləyaqətim çatmır. Bu, Allah da şahid qəlbdən ki, böyük işdir. Burada sizin qarşınızda İmam Hüseyin məclisində söz vermək böyük ləyaqət, böyük qürur, böyük kişilik istəyir. Mənim ləyaqətim çatması da inşallah sizlər də haqqınızı halal edirsiniz. Bizim də günahımızın bağışlanması üçün bir dua edirsiniz. Taziyəsi İmam Hüseyin eşki inşallah Kəbədə yenə yaşadacaqdır. Bu eşkiyə daim olması üçün Peyğəmbər və Peyğəmbər bir sallasın ki. Şöhrət Sərkanın bir qəzəli var, gözəl bir qəzəldir. Biz onu səsləndirmişik, inşallah burada da səsləndirərik. Hüseyin desəm, onunla bir zikr olur, kəlam eşq. Kəlamı Allah eşqidir, Hüseynidir, dulamı eşq. Yani Hüseyin şuru eşq, yani Hüseyin xitam eşq. Biruz eden imamı eşq, nüzul olan məqam eşq. Qiyamı da sücudu eşq, sücudu da qiyamı eşq. Qiyamı eşq, sücudu eşq, vücudu eşq, tamam eşq. Selam ey muheymin ol, musavvuru, selamı eşq. Mənim kimi avam eşq, nə anlar ehtiram eşq. Tamam eşqə ehtiram, Hüseyin'e ağlamaqdadır. Hüseyin yani səmayı eşq, küləklərin ötüş yeri. Hüseyin yani vəfayı eşq, ürəklərin dönüş yeri. Hüseyin yani diyar eşq, mələklərin görüş yeri. Hüseyin yani mələk qanadlarında bir çiçək düşüncəsi. Hüseyin yani bahar eşq, çiçəklərin öpüş yeri. Hüseyin yani mələk qanadlarında bir çiçək düşüncəsi. Hüseyin yani fəsillərin beşincisi. Hüseyin yani Hüseyin sükutunun qulaqlarda dua səsim. Hüseyin duaların dumanlığında müqəddəsinim. Zənni Hüseyində bir olub, zaman Hüseyində bir kəsim. Ümidlərim susuzlamış Hüseyin çağır. Hüseyin yani xəyalıma yağış yağır. Hüseyin yani həqiqətin təcəssümü, xəyalı eşq. Hüseyin yani şəhadətin təbəssümü, zülalı eşq. Hüseyin yani şəhadətin təbəssümü, vüsalı eşq. Hüseyin yani ədaletin təkənnümü, zülalı eşq. Hüseyin yani məhəbbətin tərənnümü, misalı eşq. Hüseyin yani əzəl şəfəqlərində afetab eşq. Hüseyin yani əcəl üfüqlərində inqilabı eşq. Hüseyin yani ki, Əssalamu aleykə ey Cənab eşq. Allah'ım səlləllah Muhammed və aleyh Muhammed. Acaba dedi ki, İmam Hüseyin'den desən bu qədər dedim. Biz bədii ədəbiyyatda varıq, biz dünyaya eşqə başımız qarışırıq, amma söhbət mövzu İmam Hüseyin olanda artıq insan hər şey bilir ki, bilir eşqin təməli oradandır, eşqin təməli Həzrət Əlidəndir. Bir vaxtımızı alıram, qurban olaram. İnşallah ki, İmam Hüseyin'ə danışırıq deyə, yaxşı da deyə bilməzsən, qəbul edərsiniz Allah'ın izniyle. Çünki bu böyük bir məsuliyyət, böyük bir işdir.
Bir İmam Əlidən də deyək, Həzrət Əlidən də bir deyək. Hacı bəy inşallah icazənizlə. Rəhmətli Vüqar Biləcəli qızından. Adını zikr edən inci yağar dürcü dəhanə. Adını zikr edən inci yağar dürcü dəhanə. Ona nökərlik edər, şahlıq edən cümlə cəhanə. Bir adı şahı vilayət, biri möminlər əmiri, əzəmət kamı, kəramət biri möminlər əmiri, kişilər şahı, xudanın şiri, möminlər əmiri, şərəfi zübri Adəm, ağamız Həzrət Əlidir, səbəbi xilqəti aləm ağamız Həzrət Əlidir. Elə bir zatı, elə bir zatı şərif ki, eləmiş vəsfin ilahi. Onu tərif eləmək üçün nə söz ustadı, nə dahi. Öpəsən gah ayağından, tutasan gah ətəyindən, tutan ol şah ətəyindən, tutar Allah ətəyindən. Ən qəşəng hissəsidir mənə toxunan bu qəzəlin bir dənə diqqət edək. Doğa bilməz ki, Əlidən gözəlin madər dünya, bu səbəbdən də qısırdır o zamandan bəri dünya. Nə gözəl, ya Əli zikrin deyə gündüz gecə insan, belə öz qəlbi mərizin eləyən müalicə insan, bəşərün keyfə bəşərdir, yəni insan necə insan. Eləsəydi üzünün cilvəsi Adəmdə təcəlli, ona razıydı sücud etməyə iblis 250. İki surət gözə görsənsə də mənada bir idi. Ölən insanlıq onlarla ayaq üstə idi, diri idi. Buyurur xətmi Rəsul, ruh necə vəhdətdədir tənlər. Elə toyam qılıb Allah səni mənlər, məni sənlər. Əli məndən, mən Əlidən, qanı məndən, canı məndən. Biri Adəm yaranandan qabaq Allahın nəbidir, biri əvvəl səbəbidir, biri axər səbəbidir. Biri zahirdə camaldır, biri batində kamaldır. Qələmim xizlət içində, dilim eylət kimi laldır. Biri eyni ilə günəşdir, biri 14 gecəlik ay. Yetər ey bəxtəvər aşiq, İkisindən gələ bir pay. Fikrimi bu beytlə bitirirəm ki, çox sevirəm, deyir. Doğa bilməz ki, Əlidən gözəlin madəri dünya, bu səbəbdən də qısırdır o zamandan bəri dünya. Allah İmam Hüseyin qatillərinə rəhmət eləsin. Allah bizim xidmətimizi də bu sınıq saltoğuz adından deyirəm, xidmətimizdə inşallah ali dərəcədə qəbul eləsin. Burada taziyə saxlayanlara, sinə quranlara, baxın da Allah sizin ömrünüzə bərəkət versin. Allah bu eldən obadan sizin kimi böyükləri, üstadları əskə eləməsin inşallah. Haqqınıza halalı yersiniz, vaxtınıza alırsınız.